Bugündən birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu öz işinə başlayır. Forumu işıqlandıran media nümayəndələri arasında İTV Xəbərin əməkdaşı Rəqsanə Qasımzadə də var. İndi biz ona bağlanırıq. Salam Rəqsanə, buyurun eşidirik sizi. Forumun mövzusu nə ilə bağlıdır və kimlərin iştirakı ilə keçirilir? Hər vaxtınız xeyir olsun Elnarə. Bəli, bu tədbirdən məhz belə bir nəhəng və vacib tədbirdən sizi salamlamaq mənim üçün də xoşdur. Qeyd edim ki, tədbirin əhəmiyyəti olduqca böyükdür. Çünki ilk növbədə adından da bəlli olduğu kimi investisiyalar forumudur və Azərbaycanda ilk dəfədir təşkil olunur. Bu günlər ərzində məhz forum çərçivəsində enerji, yaşıl və rəqəmsal inkişaf, səhiyyə, daşınmaz əmlak, nəqliyyat, eləcə də kənd təsərrüfatı, bütün digər sahələr barədə müzakirələr aparılacaq. Qeyd edim ki, Forum Prezident İlham Əliyevin müraciətinin səsləndirilməsi ilə başladı və səsləndirdi onu Prezidentin köməkçisi Şahmar Mövsümov. Təbii ki, adından da bəlli olduğu kimi daha öncə də söylədim ki, bu investisiyalar forumudur və burada belə deyim, bütün ölkələrin hansı investisiyalar cəlb edilməsi mümkündür. Bu barədə təbii ki, danışıqlar aparılacaq. Qlobal əməkdaşlıq, regional əməkdaşlıq və bir sıra sənədlərin imzalanması da başlayacaq ki, artıq ikisi bu saata qədər imzalanıb. Təbii ki, istəyirəm ki, qonağım daha dəqiq məlumatı versin. Azpromonun icraçı direktoru Yusif Abdullayev bizə məlumat verəcək. Yusif mənim, hər vaxtınız xeyir olsun. Tədbirin əhəmiyyəti olduqca böyükdür. Mən bu barədə artıq qonaqlarımıza söylədim və bu günlər ərzində burada biz gördük ki, suyun duzsuzlaşdırılması ilə bağlı sənədlər imzalandı. Təbii ki, başqa nələr gözlənilir? Çox sağ olun. Əslində unikal bir platformada ilk dəfə Beynəlxalq İnvestisiya Forumunu təşkil edirik. Düşünürük ki, tam zamanıdır. Azərbaycanda son illər möhtərəm cənab prezident tərəfindən yaradılan investorlar üçün şərait, infrastruktur, mühit ölkəmizin hər yerində. Yəni əsasən də biz vurğulayarıq Qarabağ və Şərqi Zəngəzur bölgəsində imkanlarımız barədə. Düşünürük ki, dediyim kimi çox tam zamanında bu forumun keçiririk. Forumun keçirməsinin əsas məqsədi bundan ibarətdir ki, Azərbaycanı beynəlxalq nüfuzlu investorlar arasında investisiya xəritəsinə bir növ yerləşdirməkdir ki, insanlar Azərbaycan barəsində daha çox məlumatlar toplasınlar, daha çox məlumatlar görsünlər, imkanlar barədə məlumatlar əldə etsinlər. Və dediyiniz kimi artıq bir neçə sənəd imzalandı, mühüm və önəmli sənədlər imzalandı. Burada həm şəhər salma nöqteyi nəzərindən suyun duzsuzlaşdırması ilə bağlı gün ərzində bir neçə digər sənədlər imzalanacaq və 2023 sentyabr tarixində də bizim imzalamalarımız nəzərdə tutulub. Ümumi 20-yə yaxın sənəd imzalanacaq və sənədlər imzalandıqca mətbuata və ictimaiyyətə açıqlamasını verəcək. Ancaq bunu deyə bilərəm ki, milyardlarla dollara əhatə eləyən sənədlərdir. Burada həm real investisiya layihələrin, sazişlərinin imzalanması, eyni zamanda niyyətlər var, əvvəlcədən razılaşdırmalar var. Düşünürük ki, bütün bu sənədlər və ümumiyyətlə atılan addımlar bizim ölkəmizə xarici investisiyaların cəlbini artıracaq. Bir məlumatı da deyim ki, bizim həm təşkilatçımız Sibrizdir. Bu təsadüf deyil. Sibriz özü bilirsiniz, böyük bir investisiya layihəsidir. Və düşünürük ki, bunu da dünya investorlarına təqdim olunması və yəni fiziki gəlib görülməsi çox yaxşı bir fürsətdir. Mən təşəkkür edirəm. Bəli, biz də çalışacağıq ki, sizi gün ərzində burada baş verənlər, ən son yeniliklərdən xəbərdar edək. Qeyd edim ki, tədbir axşam saatlarına qədər davam eləyəcək və burada bir neçə mühüm sənədin imzalanması gözlənilir ki, hər biri barədə biz sizi xəbərdar edəcəyik. Sağ olun.